Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugün Güvən 20 sınağın 14-cü sınağın izahını sizlərə təqdim edəcəm. Gəlin vaxt itirmədən başlayaq sualların izahına. Birinci sualda qeyd olunur ki, cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Yəni, doğruda doğru, yanlışda yanlışı seçməliyik. Nil çayı mənsəbində delta yaranıb. Bəli, Nil delta mənsəbli çay hesab olunur. Mississippi çayı Şimali Amerika materikinin ən uzun çayıdır. Bəli, bu da düzgündür. Dəzləfərət çayları Qırmızı dənizə tökülür. Xeyr. Dəzləfərət çayları İran körfəzinə tökülür. İndi yanlışlara baxaq. Xuanxe və Yansı musson rejimli çaylardır. Bəli, baxın bu doğrudur. Yanlışa verdiyi üçün götürməliyik. Amazon çayı qış fəslində müəyyən müddət buz bağlar. Xeyr, Amazon çayı buz bağlamaz. Ekvatorial iqlimdədir. Yanlışa yanlış. 1, 2, 5. Düzgün cavab olacaq birinci sualda B. 2. Panama kanalı hansı okeanları birləşdirir? Panama kanalı biz bilirik ki, Cənubi Amerika və Şimali Amerikanı ayırır və Sakit okeanla Atlantik okeanı birləşdirir. 2Y. 3. Düşməsi 1500 metr olan çayın meyilliliyi 1,5 metr bölünsün kilometrdir. Miqyası 1 bölünsün 2 milyon olan xəritə üzərində bu çayın uzunluğunu müəyyən edin. Deməli, nə edirik? Biz burada çayın düşməsi verilib, çayın meyilliliyi verilib. Biz burada çayın uzunluğunu tapmalıyıq. Çayın uzunluğunu tapmaq üçün də tənasübə əsasən düşmə bərabərdir. Deməli, çayın hündürlüyü bölünsün uzunluq. İndi burada bizdə çayın uzunluğu yoxdur. Biz uzunluğu tapmaq üçün düsturumuza əsasən 1500-ü bölməliyik 1,5-ə. 1500-ü 1,5-ə böldüyümüz zaman da, baxın, biz bunu necə elədik? Deməli, düşmə verilib, meyillilik verilib. Biz meyilliliyi taparkən bərabərdir düşmə bölünsün, baxın, D bölünsün L-dən istifadə edirik. Düşmə var bizdə, düzdürmü? 1500. Meyillilik də var 1,5. Bizdə nə yoxdur? Çayın deməli uzunluğu yox. Əksinə baxın, düşmə yuxarıda yazılacaqdır. Elə deyilmi? Düşmə yuxarıdadır. 1500 aşağıda L. Və biz bu tənasübü həll etsək 1500-ü bölməliyik 1,5-ə. X də bərabər olacaq 1000 kilometrə. Deməli çayın uzunluğu olacaq 1000 kilometr. Və bu həqiqi məsafədir. Bizdən xəritədəki məsafəni istəyir. Miqyasımız 20 kilometrdir və bunu da tapmaq üçün nə edərik? 1000-i bölərik 20-yə. Bu da edəcək deməli 50 santimetr. Xəritədəki məsafəmiz olacaq 50 santimetr. Aydın oldu. Keçək 4-cü suala. Qeyd olunur ki, mətndə verilmiş A ovalığı ilə bağlı cədvəldəki uyğunsuzluğu müəyyən edin. Ön Qafqaz tektonik çökmə zonasında yerləşən A ovalığı şimal-qərbdən cənub-şərqə doğru uzanır. Üzəri 4-cü dövr çöküntüləri ilə örtülü olan bu ovalığın tərkibinə şollar düzü daxildir. Baxın, bu olacaq. Ön Qafqazda biz bilirik şollar düzü və Samır Dəvəçi ovalığıdır. Deməli, bu Samır Dəvəçi ovalığı olacaq. Samır Dəvəçi ovalığına aid uyğunsuzluq. Yəni, doğruya yanlış və yaxud yanlışa doğru olanı götürməliyik. 4-cü dövr vulkanik çöküntülərə rast gəlinir. Xeyr, vulkanik çöküntülər olmaz. Yanlışdır, yanlış verilib, yanlışa yanlış uyğun olduğu üçün götürməliyik. Xəzər sahili mövqeyə malikdir. Bəli, doğru. Doğru verildiyi üçün götürməliyik. Yarımsəhra və quru çöl iqlimi səciyyəvidir. Bəli, yanlış. Aha, baxın, düzgündür bu, amma burada yanlış verilib. Deməli, uyğunsuzluq elə C-dir. D-də deyir, zəngin filiz faydalı qazıntılara malikdir. Yanlış, bəli, yanlışdır. Cənub hissəsində neft hasil olunur Siyəzəndə. Bəli, doğru, doğrudur. Bunu da götürməliyik. Aydın oldu. Uyğunsuzluq olacaq C bəndi. 5-də qeyd olunur ki, üzvü mənşəlli çökmə süxurları müəyyən edin. Yanar şistolar, torfolar, neft, qaz olar. Aydınmı? 3-4, yəni A olacaq. Daha sonra qeyd olunur ki, yalnız Şimal Buzlu okeanına aid olan xüsusiyyət 3 yarımkürədə yerləşir. Bu, digər okeanlara da aiddir. Donan dənizləri mövcuddur. Digər okeanlarda da ola bilər. Yerin coğrafi qütblərindən, aha, baxın, Şimal coğrafi qütbü Şimal Buzlu okeanda yerləşir. Başqa heç bir okeanda yerləşmir. Deməli, yerin coğrafi qütblərindən biri yerləşir. Yalnız Şimal Buzlu okeana aid olan xüsusiyyət olacaq.
Avrasiya materikinin sahillərini Atlantik okeanında yuyur, Sakit okeanında yuyur. Qrinviç meridianı ilə həmçinin Atlantik okeanı da kəsilir. Deməli olacaq C bəndi. Daha sonra qeyd olunur ki, 30 dərəcə qərb uzunluğunda hansı saat qurşağı 30 dərəcə qərb uzunluğu hansı saat qurşağında yerləşir? Biz 30 dərəcənin hansı saat qurşağında yerləşməsini necə tapırdıq? Şərq uzunluğunda yerləşəndə bölürdük 15-ə, eləyirdi 2, deyirdik ikinci saat qurşağı. Qərbdə yerləşəndə nə edirdik? 24-dən çıxırdıq bu 2-ni, qalırdı 22. Aydındır. Baxın, düzgün cavab olacaqdır. Bir daha qeyd edirəm. Şərq yarımkürəsində yerləşəndə təkcə 15-ə bölürdük. Tam bölünsə işimiz yox idi. Qalıq qalsa 7,5-dən böyük olsa üzərinə 1 əlavə edirdik. Kiçik olsa yenə işimiz olmurdu. Və qərb yarımkürəsində olarsa bizim meridianımız 24-dən tapdığımız saat qurşağını çıxırdıq. Aydın oldu. Düzgün cavab olacaq D. Daha sonra bu neçənci sual idi? Deməli 4, 5, 6, 7, 8-ci sual. Qeyd olunur ki, xəritə sxemə əsasən AB xətti üzrə hansı iqlim tip və ya yarımtipi mövcud deyil. AB. Qışı mülayim keçən yarımsəhra quru çöl iqlimi olacaq. Baxın, elə B-də. Yağıntıları bərabər paylanan mülayim isti iqlim bəli olacaq bu hissədə. Qışı quraq keçən soyuq iqlim yalnız və yalnız baxın olacaq Naxçıvanda. Aydındır. Daha doğrusu xeyr. Qışı quraq keçən yox. Yayı quraq keçən soyuq iqlim yalnız olacaq Naxçıvanda. Qışı quraq keçən soyuq iqlim burada var. Yayı quraq keçən soyuq iqlimi isə yalnız və yalnız olacaq Naxçıvanın bu hissəsində. Kontinental iqlim, dağ tundra iqlimi də burada olacaq. Aydındır. Deməli, yayı quraq keçən soyuq iqlim AB xətti üzrə rast gəlinməyən iqlim tipi və yaxud yarım tipi olacaq. Düzgün cavab olacaqdır. Aha, növbəti sualda qeyd olunur ki, Sakit okeanda yerləşən adalardan deyil. Kanar Atlantik okeandadır. Kuril, Hawaii, Filippin, Yapon, Sakit okeanda yerləşən adalardır. Yəni, keçək 10-cu suala. Qeyd olunub ki, cədvələ əsasən doğru olmayan bəndi müəyyən edin. Daş kömür, düzgündür. Neft, bəli. Almaz, bəli. Kobalt, dəmir filizi. Aha, baxın, uyğunsuzluq. Təbii qaz, düzgündür. Deməli, onda uyğunsuz olacaqdır. 11-də qeyd olunur ki, Anhel şəlaləsi hansı çay üzərinin hövzəsinə aiddir? Anhel şəlaləsi dünyanın ən hündür şəlaləsidir. 1054 metr hündürlüyündə. Cənubi Amerikada Orinoco çayının Çurun qolu üzərində yerləşir. Yəni, Orinoco çay hövzəsinə aid olacaq. 11-ci sualın düzgün cavabı olacaq C bəndi. 12-ci sualda qeyd olunur ki, sxemə əsasən A nöqtəsində havanın temperaturu müsbət 9 dərəcə. B nöqtəsində isə müsbət 15 dərəcə olduğunu bilərək kəsmə yüksəkliyi tapın. A ilə B-nin arasında temperatur fərqi nə qədər olacaq? 15-dən 9-u çıxarıq 6 dərəcə. 6 dərəcə neçə metr idi? Biz bunu bilirdik. Elə ən rahatı da bu idi. 6 dərəcə olacaq 1000 metr. Deməli, A, B-nin arasında 1000 metr fərq var və biz kəsmə yüksəkliyi tapmaq üçün nə edərik? Horizontalların arasında olan saya bölərik. A, B-nin arasında 4 horizontal var. Deməli, 1000-i bölməliyik 4-ə. Bu da edəcək 250 metr. Aydındır. Deməli, bizim qeyd olunan horizontalımız, deməli, relyef formamızda, yəni bu dağ olacaq. Çünki biz A nöqtəsində 9 dərəcə temperatur, B-də 15 dərəcə dediksə, bu dağdır. Bu dağımızda kəsmə yüksəkliyi olacaq 250 metr. Keçək 13-cü suala. Qədim dağlardan hansı kaynazoiddə təkrar fəallaşmağa başlamışdır? Biz qeyd edirdik, təkrar fəallaşan dağlar 6 ay sayan Tian-Şan idi. Düzdürmü? Sayan dağları. Hansı ucqar nöqtə Avrasiya materikinə aiddir? A. Piyay. Baxın, elə Piyay Avrasiyanın ucqar cənubi nöqtəsidir. Cabo Bronco Cənubi Amerikada, Byron Avstraliya, Almada Afrika, Uels Şahzadəsi Şimali Amerika materikinə aid olan ucqar nöqtələr hesab olunur. Daha hansı istiqamətdə olduğunu deyib, vaxt aparmaq istəmirəm. Keçək 15-ci suala. Qeyd olunur ki, xəritə sxemdə hansı çay sistemi göstərilmişdir? Darling çayı hansı çayın qolu idi? Avstraliyada olan çayının. Deməli, Böyük Avstraliya körfəzinə, Tasman dənizinə tökülür bu çay və Avstraliyanın ən uzun çayıdır. Deməli, 15-ci sualın düzgün cavabı olacaq Y bəndi. 16-cı sualda qeyd olunur ki, 52 dərəcə şimal enliyi və 13 dərəcə şərq uzunluğundakı Berlin şəhəri Bakı şəhərindən hansı istiqamətdə
yerləşir. Baxın, 52 şimal, Bakı 40 şimaldır. Deməli, Bakıdan şimal istiqamətindədir. Düzdürmü? Və 13 şərq. Bakı 50 şərqdədir. Deməli, Bakıdan şərqdədir. Şimal və şərq istiqamətində. Aydın oldu. Ən rahat tapılma üsulu bu istiqamətlərin tapılmasında budur. 16-nın düzgün cavabı Y. 17-də qeyd olunur ki, diaqrammalara uyğun gələn dağ zirvələrini müəyyən edin. 2493 Talış dağlarının ən yüksək zirvəsi olan Kömürcük. 4243 Şahdağ deməli yerləşir Böyük Qafqazda. 3724-də Camışdağ, Murovdağın ən yüksək zirvəsi. Baxın, Kömürcük, Şahdağ, Camışdağ. 17-ci sualın düzgün cavabı olacaq D. 18-də qeyd olunur ki, Alp qırışıqlığı hansı geoloji erada baş vermişdir? Kaynozoyda ən cavan geoloji erada. 18-də Y. 19-da qeyd olunur ki, Karpentariya körfəzi hansı yarımadaların sahillərini yuyur? Arnhem Land və Cape York, Avstraliyanın yarımadaları. 19-da düzgün cavab B. 20-də qeyd olunur ki, Ant dağları haqqındakı fikirlərin düzgün ardıcıllığını müəyyən edin. Baxaq. Cənubi Amerika və Nazca litosfer tavalarının toqquşmasından yaranmışdır. Bəli, bu düzgün. Litosfer tavalarının divergent zonasında yerləşmişdir. Bu yanlış, çünki konvergentdədir. Fəaliyyətdə olan və sönmüş vulkanlara rast gəlinir. Bəli, bu düzgün. Qədim faili dağları hesab olunur. Xeyr, cavan dağlardır. Bu da yanlış. Yuxarıda doğru, aşağıda yanlış. Baxın, A bəndi olacaq. 20-ci sualın düzgün cavabı. 21-də qeyd olunur ki, qütb ulduzu Polaris hansı xətt üzərində daha böyük bucaq altında görünər? Deməli, təbii ki, şimal qütbü, şimal coğrafi qütbü olmadığı üçün, baxın, şimal qütb dairəsi olacaq. Yəni, 66,5 şimal enliyi üzərində. Çünki biz bilirik, qütb ulduzu hansı enliyin üzərindədirsə, həmin dərəcə bucaqla düşür. Maksimum düşmə bucağı isə şimal coğrafi qütbündə olacaq 90 dərəcə bucaqla. Düzgün cavabı 21-də B. Cənubda ümumiyyətlə görsənmir, ekvatorda 0 dərəcə olar. Yəni, ekvatorda da görünməz. Şimal tropikində də 23,5 dərəcə. 22-də qeyd olunur ki, yeri xəritə sxemdə verilmiş nöqtələrdən hansında yerin öz oxu ətrafında fırlanma sürəti daha çoxdur. Biz qeyd edirdik ki, yerin öz oxu ətrafında fırlanma sürəti ekvatordan qütblərə doğru azalır. Deməli, ekvatorda olacaq fırlanma sürəti ən çox. Yəni, baxın, ekvatorun üzərində yerləşən birinci məntəqədə. Düzgün cavab A. Keçək 23-cü suala, açıq tipli suallara. Nisbi rütubətliyi 80% olan 1 metr kub havanın su buxarı ilə doyma həddinin 30 qram olduğunu nəzərə alaraq mütləq rütubətliyin neçə qram olduğunu hesablayın. Çox rahat, bax. Deyir ki, doyma həddi 30 qramdır. Aydındırmı? Yəni, 30 qramda 100%-dir. Bizə deyir ki, 80%-i tapın neçə qram olmağın. 80-i vurarıq 30-a, bölərik 100-ə. Aydındır. Bu da edəcək 2400 bölünsün 100, 24. Aydındırmı? Baxın, 23-də olacaq düzgün cavab 24 qram. Çox rahat, çox asan və çox tez həll olunası bir məsələ. 24. Planda miqyassız şərti işarələr göstərilir. Yel dəyirmanı bəli. Tək yol bəli. Seyrək meşə konturludur. Əkin yeri konturludur. Şose yolu xəttidir. Taxta körpü bəli. Baxın, 1 olacaq, 2 olacaq və 6 olacaq. 25-də qeyd olunur ki, kiçik miqyaslı xəritələrin tərtib olunduğu miqyasları müəyyən edin. 1 milyondan daha böyük. Baxın, 3 milyon, 2 milyon 500 min, 55 milyon. Yəni, 2, 3 və 5. Baxın, 25 min, 45 min, 150 min bunlar olacaq böyük miqyaslı topoqrafik xəritələr. Kiçik miqyaslı isə icmal xəritələr adlanır. 26-da qeyd olunur ki, mümkün buxarlanma 500 mm rütubətli kəmsalı 0,5 olarsa, orta illik yağıntının miqdarını hesablayın. Orta illik yağıntının miqdarını biz necə tapırdıq? Daha doğrusu, baxın, bu düsturu biz rütubətlənmə əmsalının düsturuna əsasən tapa bilərik. Bərabərdir, yağıntı bölünsün buxarlanma. Burada rütubətlənmə əmsalı var 0,5.
Düzdürmü? Bərabərdir. Buxarlanma da 500. Bizə orta illik yağıntının miqdarını soruşur. Deməli, biz nə edərik? 0,5-i vurmalıyıq 500-ə. Bu da edəcək 250. Aydındırmı? 250 millimetr. Bunu yoxlamaq üçün də biz yenə 250-ni 500-ə bölürük, edir 0,5, yəni rütubətli əmsalı. 27-ci sualda qeyd olunur ki, subtropik və mülayim iqlim qurşaqlarını Euler-Venn diaqramına əsasən uyğunlaşdırın. Əsas iqlim qurşağı olacaq mülayim. Cənub yarımkürəsində mövcud deyil. Bu heç birinə aid olmayacaq. Hər ikisi Cənub yarımkürəsində mövcuddur çünki. Antarktida istisna olmaqla digər bütün materiklərdə yayılmışdır. Baxın, bu subtropik olacaq. Çünki mülayim Afrikada da yoxdur məsələn. İqlim vilayətlərinə bölünür hər ikisi. Keçid iqlim qurşağıdır, subtropik. Burada A yazmışıq da, düzdürmü? Baxın, 1 olacaq C-Y, 2 olacaq A, 3 olacaq D. Keçək situasiya üzrə olan tapşırıqlara. Atlantik okeanına aid olan A dənizi Avropa, Asiya və Afrikanın sahillərini yuyur. Onun duzluluğu 38 promildir. Bu dəniz coğrafi mövqeyinə görə daxili dəniz hesab olunur. Bu artıq aydın oldu ki, aralıq dənizidir. Asiya, Afrika, Avropanın sahillərini yuyursa, onsuz bilirik ki, bu aralıq dənizdir. Həmçinin qeyd edilir ki, daxili dənizdir, bəli. Atlantik okean hövzəsinə aiddir, bəli. Duzluluğu 38 promildir, bəli. Gəlin indi tapşırıqlara baxaq. Birdə soruşur ki, A hansı dənizdir? Biz qeyd etdik ki, A dənizi olacaq. Hansı dəniz? Aralıq dənizi. Və bu dəniz hansı boğaz vasitəsilə Atlantik okeanı ilə əlaqələnir? Bu da olacaq hansı boğaz? Cəbəllü-Tariq boğazı. Aydındırmı? Qısa şəkildə yazıram. Cəbəllü-Tariq boğazı vasitəsilə Aralıq dənizi Atlantik okeanı ilə əlaqələnir. 28-ci sualın düzgün cavabları. 1. Aralıq dənizi, 2. Cəbəllü-Tariq boğazı. Deməli, 29-da qeyd olunur ki, A dənizinin 5 litr suyunun buxarlandırılmasından əldə edilən duzun miqdarından 5 litr qırmızı dənizin suyunun buxarlandırılmasından əldə edilən duzun miqdarından nə qədər az olduğunu hesablayın. Buranı silək. Deməli, baxın, Aralıq dənizində duzluluq 38 promildir. 5 litr suyu buxarlandırsaq, nə qədər, duzun miqdarı nə qədər olar? 38-i vurmalıyıq 5-ə. Deməli, olacaq 190 qram, düzdürmü? Qırmızı dənizdə isə duzluluq 42 promildir. Yəni 42-ni vurmalıyıq 5-ə. Bu da edəcək 210 qram. Aydındırmı? Və bizə deyir ki, Aralıq dənizindən alınan duzun miqdarı qırmızı dənizdən nə qədər azdır? Çıxarıq 210-dan 190-ı, bu da edəcək 20 qram. Aydın oldu. 29-cu sualın düzgün cavabı olacaq 20 qram. Gəlin keçək 30-cu sonuncu sualımıza. 30-cu sualda qeyd olunur ki, A dənizi hansı iqlim qurşağında yerləşir? Aralıq dənizi yerləşəcək bütövlükdə tamamilə hansı subtropik? Subtropik iqlim qurşağında. Aydın oldu. Bu da sonuncu situasiya sualımızın izahı. Ümumi suallarımızın izahının sonuna gəldik. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda növbəti sınaqların izahını sizlərə təqdim edəcəm.